İqtisadi zonada hörmətli tamaşaçılar, işğaldan azad olunan ərazilərə köçlə bağlı artıq uzun müddətli hədəflər müəyyən olunur. Prezident İlham Əliyev böyük qayıdışa dair ikinci dövlət proqramının hazırlanması ilə bağlı hökumət qarşısında tapşırıqlarını qoydu. Nazirlər Kabineti bununla bağlı təkliflərini 9 ay müddətində təqdim etməlidirlər. Böyük qayıdışa dair birinci dövlət proqramının icrası isə hələ də davam edir. Bu çərçivədə indiyə qədər hansı işlər görülüb, nə qədər sakinimiz öz doğma yurduna qayıdıb, işğaldan azad olunan ərazilərdə əhalinin məskunlaşması ilə bağlı işlər necə həyata keçirilir? Bütün suallarımızı qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynova ünvanlayacaq. Axşamınız xeyirli olsun Fuad müəllim, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir. Fuad müəllim, qeyd etdiyimiz kimi illərlə köçkün həyatı yaşayan insanlarımızın artıq öz ata-baba yurdlarına, evlərinə qayıdışı davam edir. Son olaraq Laçının Bəylik kəndidə bu qayıdış, bu köçü baş tutdu. İndiyə qədər nə qədər vətəndaşımız öz ata-baba yurduna, öz evinə dönüb? Öncəliklə dəvətinizə görə minnətdarlığımı bildirirəm və Azad Azərbaycan kanalında iqtisadi zonada qonaq olmaqdan olduqca məmnunam. Bugün biz Azərbaycan xalqı olaraq hamılıqla tarixi zəfərimizin, həmin tarixi zəfəri ki, ölkəmizin ərazi bütövlüyünü və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində tam dövlət suverenliyimizi bərqərar etməklə yanaşı, həmçinin 100 minlərlə qaçqın və məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı üçün beynəlxalq qanunvericiliklə təsbit olunmuş tərzdə könüllü, ləyaqətli və təhlükəsiz tərzdə qayıdışı üçün imkan yaranmışdır və böyük qayıdış ölkəmiz qarşısında 2030-cu ilədək duran sosial-iqtisadi inkişafa dair 5 milli prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. Təbii ki, bu şanlı tarixi bizə bəxş etdikləri üçün biz ilk növbədə müqəddəs ruhları qarşısında baş əydiyimiz və Allahdan daima rəhmət dilədiyimiz şəhidlərimizə, Allahdan sağlıq və şəfa dilədiyimiz qazilərimizə və nəhayət istər tarixi zəfərimizin, istərsə də böyük qayıdışımızın əsas memarı və müəllifi olan Müzəffər Ali Başkomandanımıza borcluyuq. Bugün fəxarətlə deyə bilərik ki, böyük qayıdış dair birinci dövlət proqramı uğurla icra olunmaqdadır. Hal-hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sözlə ifadə oluna bilməyəcək tərzdə geniş miqyaslı bərpa, quruculuq işləri aparılır, yeni infrastruktur yaradılır və keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı üçün münbit şərait yaradılır. Bugünədək artıq Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında öz yenidən tikilmiş və yaxud bərpa edilmiş evlərə qayıdan keçmiş məcburi köçkün soydaşlarımızın sayı 15 minə yaxın nəfərdir, 3721 ailə və təbii ki, Qarabağ və Şərqi Zəngəzurda olan əhali yalnız keçmiş məcburi köçkünlərlə məhdudlaşmır. Əgər nəzərə alsaq orada gedən geniş miqyaslı layihələri və həmçinin dövlət qurumlarının yenicə qurulmuş yeni bölmələrində çalışan bizim soydaşlarımızı bugün ümumilikdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında məskunlaşan əhalinin sayı 44 minə yaxındır. Və Dövlət Komitəsinin də əsas fəaliyyət istiqamətlərindən danışdıqda təbii ki, ilk növbədə böyük qayıdışın sütununu, bünövrəsini təşkil edən sorğuların aparılması, keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, böyük qayıdış prosesinin texniki təşkilatı məsələlərin həlli, böyük qayıdışla bağlı təbliğat, təşviqat, maarifləndirilmə işlərinin aparılması, bu proseslərin istər yerli, istər xarici kütləvi informasiya vasitələrində işıqlandırılması, böyük qayıdışla bağlı xüsusi olaraq qaynar xətt xidmətinin yaradılması və nəhayət dayanıqlı icmaların yaradılması məqsədi ilə reinteqrasiya tədbirlərinin həyata keçirilməsi. Fuad müəllim, 30 il ayrılıq, həsrət bir insan ömrü üçün kifayət qədər böyük, uzun zamandır. Təbii. Və insanlar təbii olaraq öz evlərinə qayıtmaq istəyirlər. Necə müəyyənləşdirilir bu dönüş, bu prioritet üstünlük kimlərə verilir? Əlbəttə ki, böyük qayıdış prosesi mərhələli şəkildə aparılır. İlk növbədə ən ağır şəraitdə müvəqqəti məskunlaşan, müvəqqəti kompakt obyektlərində, yataqxanalarda, sanatoriyalarda, pansionatlarda, yarımçıq binalarda, digər inzibati binalar, daha ağır şəraitdə, bəli, başqa vətəndaşlara məxsus olan mənzillərdə, evlərdə məskunlaşan keçmiş məcburi köçkün soydaşlarımıza üstünlük verilir və Qarabağda və Şərqi Zəngəzurda evlərin, mənzillərin bölgüsü ailə tərkiblərinə uyğun olaraq qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsində püşkət
diskətman yolu ilə aparılır ki, bu da tam olaraq şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə. Həmin tədbirlərdə Dövlət Komitəsi rəsmiləri ilə yanaşı İctimai Şuranın, Cənab Prezidentin xüsusi nümayəndələri, işçiləri, rəsmiləri, yerli icra hakimiyyətləri və təbii ki, media nümayəndələrinin iştirakı təmin edilir. Bəs təbii ki, o insanların, ora köçən insanların məşğulluğu da əsas məsələlərdən biridir. Necə tənzimlənir və hansı işlər görülür məşğulluğun təmin edilməsi istiqamətində? Bir fəaliyyət istiqamətinin mən qeyd elədim. Keçmiş məcburi köçkünlər arasında sorğuların aparılması və ilkin proqnozların hazırlanmasıdır. Təbii ki, həmin sorğularda köçkünlərə aid bütün sosial-iqtisadi, belə deyək, profil, o cümlədə məşğulluq məsələləri öz əksini tapır. Həmin məlumatlar Dövlət Komitəsi nəzdində yaradılmış vahid elektron məlumat bazasına yerləşdirilir və həmin vahid elektron bazası, belə deyək, vasitəsilə digər dövlət qurumlarının serverlarına çıxış var. Yəni, bu məsələ, belə deyək, böyük qayıdış elektron olaraq tənzimlənir. Təbii ki, məşğulluq məsələsi möhtərəm cənab prezidentimiz də dəfələrlə qeyd etdiyi kimi böyük qayıdış proqramının əsas sütunlarından biridir və Dövlət Komitəsi də bu sayədə aidiyyəti dövlət qurumları ilə, o cümlədən prezidentin xüsusi nümayəndəlikləri, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi KOBE ilə birgə öz fəaliyyətini tənzimləməkdir. Bəs burada ora köçən sakinlərin də üzərinə bir məsuliyyət düşürmür? Misal üçün, dediniz ki, vahid elektron sistem üzərindən. Onlar özləri müraciət edirmi, yoxsa bunların təminatı sizin tərəfinizdən, bu ardıcılı sizin tərəfinizdən? Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi bugünədək artıq 93 min məcburi köçkün ailəsi arasında hardasa 350 mindən çox keçmiş məcburi köçkün soydaşlarımız arasında sorğu keçilib. Yəni, onların ailələrinə aid bütün məlumatlar, tam müfəssəl məlumatlar vahid elektron məlumat bazasında yerləşdirilir. O cümlədən də məşğulluqla bağlı, təhsilləri ilə bağlı və bu məlumatlar aidiyyəti dövlət qurumları ilə, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə onlarla əməkdaşlıq çərçivəsində təşkil olunan reinteqrasiya tədbirlərindən belə deyək, istifadə olunur. Bugünədək Dövlət Komitəsi tərəfindən həyata keçirilən reinteqrasiya tədbirləri çərçivəsində 12 mindən çox bizim keçmiş məcburi köçkün soydaşlarımız iştirak etmişdir. Yəni, müraciət ediblər. Müraciət ediblər. Böyük sayda artıq həm fiziki şəxs, hüquqi şəxs qismində yeni biznes strukturları, biznes qurumları yaradılmış və artıq onlar da qazandıqları peşə bacarıqları, peşə vərdişlərini işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağımızda və Şərqi Zəngəzurumuzda istifadə edilir. Bu yaxınlarda da Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin təşkilatçılığı ilə ərsəyə gəlmiş keçmiş məcburi köçkün soydaşlarımızın əl məhsullarının, əl işlərinin sərgisi və yarmarkası təşkil olmuşdur və kütləvi informasiya vasitələrində də bu tədbir geniş işıqlandırılmışdır. Və bu arada keçmiş məcburi köçkünlərin sosial təminatı necə həyata keçirilir? Dövlət tərəfindən onlara verilən sosial ödənişlər nə vaxta qədər davam edəcək? Mövcud qanunvericiliyə uyğun olaraq keçmiş məcburi köçkün soydaşlarımız öz doğma torpaqlarına, yəni qayıtdığı andan 3 il müddətində Azərbaycan Respublikası Dövlətinin sosial müdafiə tədbirləri ilə əhatə olunur və bu mövcud qanunvericilik qüvvədədir və hal-hazırda Dövlət Komitəsi həmin qanunverici çərçivəsində fəaliyyətini göstərir və bununla bağlı keçmiş məcburi köçkünlər arasında təbliğat, təşviqat işləri aparılır. Böyük sayda video çarxlar, sosial çarxlar hazırlanıb Dövlət Komitəsi tərəfindən təbliğat, təşviqat görüşlərində bütün bu məsələlər keçmiş məcburi köçkün soydaşlarımızın nəzərinə çatdırılır və onları maraqlandıran suallar cavablandırılır. Çox minnətdarıq studiyamıza gəldiyiniz üçün. Sizinlə sağollaşırıq Fuad müəllim. Təşəkkür edirəm. Hörmətli tamaşaçılar, İqtisadi Zona